Beynəlxalq qalereyada Yasamal rayon Heydər Əliyev mərkəzi və Abşeron Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş Baharın Nəfəsi adlı sərgi təşkil olunub. Böyük maraqla qarşılanan sərgidə Uğur Art Life Studio'nun rəhbəri Jalə Məhiyyətdinova və ST Studio'nun rəhbəri Tünzadə Mübariz tələbələri ilə birgə iştirak edirdilər. Sərgidə 50 nəfər yeniyetmə və gənc rəssamın əsərləri nümayiş olunurdu. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnur Əskəndərova iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Elnur Əskəndərova onların bir-birlərindən maraqlı əsərlər hazırladıqlarını diqqətə çatdırıb. Sərgidə fəxri qonaq olaraq Yasamal Heydər Əliyev Mərkəzinin əməkdaşı Arifə Mustafayeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaydə Mirzəzadə və Xəbərtayım AZ portalının rəhbəri Yeganə Telmanqızı iştirak edirdi. Rəssamlara diplom və kiçik hədiyyələr təqdim olundu. Sonda xatirə fotoları çəkildi.